Devlet İmtahan Merkezi Coğrafyadan test toplusu 1. hisse 2025. yıl atmosfer bölmesinde yerin hava tabakası, güneş radyasiyası mevzusunda 29 testin burada təhlilini vereceğim. Atmosfer kütlesinin büyük hissesinin troposferdə cəmlənməsinin səbəbi aydın ki, troposfer atmosferin en aşağı hissəsidir. Havanın çoxu troposferdədir. O görə ki, yerin cazibə qüvvəsi bunu eləyən, yerin cazibə qüvvəsinin böyüklüyü havanın çoxsunun troposferdə cəmlənməsinə səbəb olur. Düzgün cavab A bəndi. Düz radiasiyanın böyük qiymət almasına daha çox təsir edən amil, düz radiasiya günəş şüalarının yerə birbaşa gələn hissəsinə deyilir. Hiçbir maniye rast gelmeden yere birbaşa yayın hissesine düz radyasiya deyilir. Bu da hava açık, aydın, quru, şeffaf olacak. Cavab radyasında bulutların az olması veya olmaması. Bulut olmayan da radyasiya düz şekilde yere gelecek. Düzgün cevap A bəndi. Yüksek dağ zirvelerinde güneş radyasının çok olmasına bakmayarak kar ve buzlakların erimemesinin sebebi bulutluğun çok olması, səthin bitki örtülməsi, buludluq çoxdur. Yüksək dağ zirvələrində deyil, güneş radyasiyasını çox alır. Səptin, zirvələrdə buludluğun və yağıntıların çox olması, yenə güneş radyasiyası çox alırsa buludluq, yağıntı çox deyil, səptin. Ortaya temperaturun aşağı olması və səthin əks etdirmə qabiliyyətinin çox olması, temperatur aşağı olduğuna görə yağıntı burada qar haldadır. Qar da güneşdən gələn şüanın 90%'nin artığını geri qaytarır. O görə də buradaki kar ve buzlaklar erimir. Erimemenin sebebi güneşten gelen radyasyanın çok büyük bir hissesinin geri qaytarılması. Düzgün cevap C bəndi. Orta dağlardan zirveye doğru güneş radyasiyasının miktarının artmasının sebebi 2000 metreden yukarı güneş radyasiyası miktarı artır. O göre ki 2000 metreden yukarıda bulutlar azalır. Bulutlar azaldığına göre radyasyanın miktarı artır. Düzgün cevap C bəndi. Ayda sutkalık temperatürünün 300 dereceye kadar olmasının sebebi gündüz 150 dereceye kadar kızır, gecedeki 150 dereceye kadar soğucur. Sebep nedir? O diyor ki ayda hava təbəqəsi yok derecesinde azdır. Güneşten gelen şüaların hamısı ayın səthinə gəlir. Gecədə qaranlıq vaxtda güneşten gelen şüalar manesi şekilde uçup gelir. Sebep sıx atmosfer təbəqəsinin olmamasıdır ayın ətrafında. Düzgün cavab C bəndi. Ayın ətrafında sıx atmosfer təbəqəsi olmamasının nəticəsi səthinə meteoritlərin daha az düşməsi, əksinə meteoritlər daha çox düşər. O diyor ki, havada meteorlar alışıb yanar, hava sıx olsa, suyun temperaturunun böyük olması, sıx atmosfer təbəqəsi olmadığına göre suyun temperaturu çok büyüyür. Düzgün cevap B bəndi. Gündüz manesi şekilde güneş şüaları yere gelir. Gecede manesi şekilde güneş şüaları istirik ayın səthindən uçup gelir. Düzgün cevap B bəndi. Troposferdə havanın qızmasının əsas mənbəyi, troposfer havasının enerji mənbəyi yerin səthidir. Yer qızır, istilik yerdən yuxarı qalxır. O görə ki, hava şəffafdır. Güneş şüalarını udmur, yerə buraxır, yer qızır, yerdən istilik yerdən yuxarı qalxır. Troposfer havasının əsas enerji mənbəyi deməli yerin səthidir. Cavab Y bəndi. Cənub qütb dairəsi daxilində ümumi radiasiyanın kəmiyyətinin daha çox olduğu aylar, deməli güneş cənub yarımkürəsində olduğu dövrdə, cənub tropik üzərində olduğu vaxt dekabr ayıydı. Dekabr, yanvarda ora güneş şüaları daha büyük bucaq altında düşür. O görə də həmin vaxtlarda ümumi radiasiyanın miqdarı daha çox olur. Yəni oranın yayı dekabr, yanvar ayları. Cavab B bəndi. Troposferin əsas xüsusiyyətlərindən biri hündürlüyə doğru havanın temperaturunun və atmosfer tezgahının azalması troposferin əsas xüsusiyyətlərindən biridir. A bəndində cavab görükdür. Deməli, yuxarı qatca həm temperatur aşağı düşür, həm də atmosfer tezgahı azalır. Cavab A bəndi. Bu troposferin əsas xüsusiyyətlərindən biridir.
Udulan güneş radiasiyasının kəmiyyətinin daha az olduğu ərazilər, udulan radiasiya azsa deməsi çoxsa əks olunan radiasiyadır. Əks olunan radiasiyada ən çox yerin ağ rəngdə olduğu yerlərdədir. Yəni qar olan yerlərdədir. Qar da ən çox qütblərdədir. O yüzden qütb ətrafında udulan radiasiya azdır. Çoxsa əks olunandır. Ən çox da əks olunan məsələn Antarktidadır. Ağ rəngdədir. Güneşdən gələn radiasiyanın 95%-i geri qaytarılır. Əgər 100 kilokalori istilik gəlibsə, 5'i udulur, 95'i əks olunur. Düzgün cavab qütb ətrafı. Cavab B bəndi. Güneş radiasiyasını daha az əks etdirən səth örtüyü. Bunlar səthin rəngi nə qədər tünddirsə, güneş radiasiyasını daha çox udacaq. Daha az əks etdirəcək. Su səthi çoxsun udur, az əks etdirir. Buzlaq ağ rəngdədir, çoxsun geri qaytarır, o görə cavab səhvdir. Meşə yerində çoxsun olur. Yaşıl çəmən, qumluq 40%-in geri qaytarır, qara örtüyü çox əks etdirir, olmaz. 90-95%-in geri qaytarır. Yaşıl çəmən, qara torpaq, meşə. Bunlar xeyli hissəsin, deməli, udur, az bir hissəsini əks etdirir. C cavabı doğrudur. D bəndində qar örtüyü, Y bəndində yerində qar örtüyü çoxsun geri qaytarır. Deməli, A bəndində buzlaq var, B bəndində qar örtüyü var, D bəndində qar örtüyü var, Y bəndində qar örtüyü var. Qar örtüyü 90-95%-in geri qaytarır. Daha az əks etdirən yaşıl çəməndir, tünd rəngli olduğuna görə günəş şüasının çox hissəsini udur. Qara torpaq günəş şüasının çox hissəsini udur. Meşədə günəş şüasının çox hissəsini udur. Az hissəsini əks etdirir. Düzgün cavab C bəndi. Xəritə sıxım üzərində işlənmiş ərazi üçün ümumi xüsusiyyətlər. Xəritəyə bax, çox bu şimalda Böyük Səhradır, Rub-əl-Xali səhrasıdır, Libiya səhrasıdır, Nubiya səhrasıdır, Xəzər dənizinin şərq tərəfində səhralıqdır. Mərkəz Avstraliyada Böyük Viktoriya, Böyük Qumlu, Hibson səhralarıdır. Sonra Cənub Amerikada Çildə Atakama səhrasıdır, Afrikanın cənubunda Namib səhrasıdır. Bu səhralardır. Deməli, bu ərazilər üçün müxtəlif illik temperaturunun sukarıq temperaturunun böyük olması, bunlarda sukarıq amputə böyük, illik amputə elə də çox deyil. Düz radiasiyanın kəmiyyətinin böyük olması, bunlarda düz radiasiya daha çox gəlir. O gün havası açıq, aydın, quru, şəffafdır, günəş şüaları rahatca yer səthinə gələ bilir. Manesiz şəkildə gecə də uçub gedəcək. Düz radiasiyanın kəmiyyətinin böyük olması doğru cavab B. Albedonun ən kiçik olduğu səth örtüyü və bunun səbəbi albedo əks olunan radiasiyadır. Qara torpaq isti tutumunun zəif olması, qara torpağın isti tutumu az deyir. Buz səthi radiasiyanın əks etdirmə qabiliyyətinin yüksək olması. Albedonun ən az olduğu yer, bu ən çox olduğu yerdir. Buz səthi radiasiyanın əks etdirmə qabiliyyətinin yüksək olması. Qum radiasiyanın səth hissəsinin əks etdirməsi, meşə örtüyü radiasiyanın əks etdirmə qabiliyyətinin zəif olması, su səthi isti tutumunun yüksək olması. Albedonun ən kiçik olduğu səth su səthidir. O görə ki, suyun isti tutumu şahinətdən böyük isti tutumuna malik olan maddədir. O görə də ən kiçik albedo su səthindədir. Hərəkətsiz sular. Hərəkətli su bir qədər daha çox geri qaytarır. İsti tutumu çox yüksək olduğuna görə günəşdən gələn şüanın çoxsunu olur. Albedosu çox kiçik olur. Albedo yendirim əks olunan radiasiya. Düzgün cavab Y bəndi. Albedonun ən yüksək olduğu səthi örtüyü və bunun səbəbi yəni çoxsa əks olunsun. Bu səthi sıxlığın böyük olması, səhvdir. Sıxlığı böyükdür. Dəxli yoxdur bunun. Su səthi geniş tutması, su səthi çoxsunu olur. Albedosu yüksək dökür. Meşə bitki örtüyünün sıx olması, dəxli yoxdur. Qar örtüyü isti tutumunun az olması. Albedonu ən çox əks etdirən qar səthidir. İsti tutumu yox kimi azdır. Gələn şu anda 95%-in geri qaytar. Cavab D bəndi, qar səthi isti tutumunun az olmasıdır. Düz radiasiyanın üstün olduğu ərazilər üçün səciyyəbidir. Qalxan hava. Qalxan hava axınları yox, enən hava olmalıdır. Enən hava axınları düzdür ki,
Yağıntı nispeten az düşmesi, düz radyası olan yerlerde yağıntı az düşür. İntensif pis kaşınma, güclü pis kaşınma gelir, gündüz kızır, gece soğuyur. Kızıl soymadan sular dağılır, parçalanır, buna pis kaşınma deyir, düzgündür. Şirin su göllərin dəxli yoxdur, üz başınmanın intensivliyi üz başınma zəifçidir. Düzgün cavab 2, 3, 4 cavab sevəndir. Eylülün diagnostan uyğun bənləri müəyyəni düz radiyasiya, səpəlinin radiyası və hər ikisine duran xüsusiyyət. Buludlu az olan yerler üçün sadece bulut az olan yerde düz radyasyon olacak. Yani bir aitti bire, birinciye. Coğrafyanikten az sonra değişir. Coğrafyanikten az sonra hem düz radyası değişir hem de sepelinin radyası değişir. Yani iki buranın her ikisine aitti. Üçüncüye aitti. Ekser hallarda düzenekten orta doğru dalga doğru artan, düzenekten orta doğru dalga doğru artan sepelinin radyası bulut çoğalır. Bulut çok olduğunu səpəlinin radiyası düzenekten orta dağa doğru artır. 2000 metre kadar. Yani 3 ayet ikinciye. Azərbaycanda Naxçıvan Muxtar Respublikası və Küraraz ovalığı üçün səciyyəvi olunan düz radiyasiyadır. 4 ayda olacaq birinciyə. Quraq yerlərimizdir. Miqdarı kilokalori ilə ölçülən hər ikisi. Hər ikisi kilokalori ilə ölçülür. 1 cm kvadrat bilərdən düşən radiyasiyanın miqdarı ilə ölçülür. Deməli, düzgün cavab oldu. Birinciyə 2, 1, 4, ikinciyə 3. 1, 4, 3 cavab oldu B bəndində. Ekvatorun qütblərə doğru günəş radiyasının kəmiyyətin dəyişməsini düzgün əks etdirən qrafik müəyyən. Ekvatorda günəş radiyası miqdarı təxmini 140-150'dir. Tropiklərdə 220'dir. Azərbaycanda mülayim işlərdə 120-160 arasında değişir. Gütlerde de 30-50 kilo olarak 30 kilokaloriye kadar aşağı düşür. Bu cevapların içerisine bakanda biz bu cevabı gördük C bəndində. Ekvatorda təxmini 140, tropikdə 220-240, 220'de değiller. Mülayim işlerde 120-130, gütlerde de 30-50 cevap C bəndi. Mekanik şeydi, o göre bir başa dedim. Siximdə verilmiş A dağına güneş şuanın el boyu en istikamette düştüğünü nəzərə alarak düzgün olmayan coğrafi ifadenin müəyyən edin. Güneş həmişə bir tərəfdən düşür, cənub tərəfdən. Demək, şimal yarımkürəsindədir bu. Şimal tropikində şimaldadır. Şimal yamacı özü doğru olmayan istəyir. Şimal yamacı güneş şuanı daha kiçik bucaqla düşər. Şimal yamacı bu doğrudur. Şimal yamacı güneş daha kiçik bucağına düşer. Cənub yamacda qar xətti şimal yamacının nisbətən daha alçaqdan keçər. Cənub yamacda qar xətti daha alçaqdan keçməz, daha yüksəkdən keçər. Böyük Qafqazı fikirləşin. Böyük Qafqazın bizim yamacımızda qar xətti keçir 4000 metrdən. Şimal yamacında keçir 3000 metrdən. Burada deyir cənub yamacda qar xətti şimal yamacının nisbətən daha alçaqdan keçər. Daha alçaqdan yox, daha yüksəkdən keçər. Doğru olmayan da budur, düzgün olmayan da budur. Cavab B bəndi. Cənub yamacının orta temperaturu şimal yamacının nisbətən çoxdur. O görə ki, daha çox güneş istilik alır, isti olmalıdır. Doğrudur. Cənub yamacında bitki örtüyünün sərhəddi daha yuxarıdan keçər. Daha yuxarıya qədər bitki bitə bilir. O görə ki, istidir. Şimal yamacda qarın əriməsi cənub yamacına nisbətən daha uzun çəkir. Bizim yamacda qar tez əriyir. Şimal yamacda güneşi az düşdüyünə görə gec əriyir. Bunlar doğrudur. Düzgün olmayan cənub yamacda qar xətti şimal yamacına nisbətən daha alçaqdan keçər. Cavab B bəndi. Diagramda müxtəlif karakterli set örtüşlərinin albedosu verilmiştir. Rəqəmlərin müvafiq olaraq aid olduğu set örtüyünün tipini müəyyən edin. Deməli 15% əks etdirən, 15% əks etdirən, yəni 85% udan sudur. Deməli su 40% əks etdirən səhralardır ki, bu qum deməkdir burada. Deməli, üçüncüdə 25%, 30% əks etdirən meşədir. Sonra 90% əks etdirən qardır. 90% əks etdirən qardır. 20%'e qədər əks etdirən də qara torpaqdır. Düzgün cavab burada görüşü C bəndində. Su, qum, meşə, qar, qara torpaq. Bu 5 set örtüyü bunlardır. Cavab C bəndindədir.
Xətti çıxımlı verilən rəqəmlər əsasən təpələnən radiasiyanın üstün olduğu birinci bunlar göstərəcək və bu ərazilərə uyğun əlamətləri müəyyən edin. Deməli, rəqəmlərə baxaq. Deməli, səpələnən radiasiya harda çoxdur? Səpələnən radiasiya çoxdur. Ən çox ekvatorda bir də mülayim enişlərdə. Burada mülayim enişlər verilməyiblər. Ekvatorda da var 2, 5, 6. 2, 5, 6. Deməli, düzgün cavab olacaq 2, 5, 6. D'də var, Y'də var. İkisindən biridir. İndi ya D'dəki B, C, E düzdür, ya da ki A'dakı A, D, F düzgündür. Bu ərazilərə uyğun əlamətlər. Yəni, səpələnən radiasiyanın yüksək olduğu yerlər üçün xarakterik xüsusiyyətləri tapacaq. Fəsillər aydın müşahidə olunur. Ekvatorda fəsil yoxdur, cavab səhvdir. Alçaq tezlik sahəsində yerləşir. Ekvatorda alçaq tezlikdir. Səpələnən radiasiya olan yerdə alçaq tezlik, mülayim enlik olsaydı, o da doğru olardı, alçaq tezlikdir. B. Sutkalı bəllik temperaturun kiçikdir. Bu da doğrudur. B, C. Buxarlanma qabiliyyəti aşağıdır. Əksinə isti olduğunu görə buxarlanma qabiliyyəti yüksəkdir. Üzvü aşınma üstünlüyü təşkil edir. Üzvü aşınma üzvü aləm güclü olduğuna görə suxurlar dağıdıb parçalayanda üzvü aləmdir. O yüzden düzgün cevap oldu B, S, E. Deməli 2, 5, 6 B, S, E cevap oldu D məndində. Birə aiddir. Birinci səpələnən üstündə 2, 5, 6-da B, S, E-dəki həmin yerə aid olan xüsusiyyətlərdir. 2-yə də gəldi. B, S, E. Xətti çıxımda verilən rəqəmlər əsasən düz radiasiyanın üstün olduğu ərazilər və bu ərazilərə uyğun əlamətləri müəyyən. Eyni qaydada indi birinci bura haralardır? Düz radiasiya harda çoxdur? Düz radiasiya çoxdur. Demək, tropiklərdə. Tropiklərdə burada verilibdir. Böyük səhrada 1, Avstraliya səhralarında 3, bir də ki, Cənubi Afrikada Namib səhrası verilib. 1, 3, 4. Deməli, cavab 1, 3, 4-dir. 1, 3, 4 də var. A ilə D-də. Ya A, D düzdür, ya da ki, ya A düzdür, ya da D düzdür. İndi düz radiasiyanın çox olduğu səhralar üçün xarakterik əlamətlər götürəcək. Deməli, 1, 3, 4 bu məcburidir. 1, 3, 4. İndi həmin yerlər üçün səcəvi əlamətlər. Elə baxaq. İfrat rütubətlənmə şəraitinə malik əksinə bunlar quraqdır. Tropik səhralar. Bozlu çaylar gəlir, bozlu çaylar yoxdur. Buxarlanmanın miqdarı azdır, o görə ki, su yoxdur. 3 düzdür, C düzdür. Torpaqlar az məhsuldardır. Su olmayanda torpağın da məhsuldarlığı az olacaq. D düzdür. Pastat və qərb çöləkləri bu enişlərdən başlayır. Pastatlar tropiklərdən, deməli, ekvatora gələn küləklərdir. Qərb çöləkləri də tropikdən mülayimə doğru gələn küləklərdir. Bu da düzdür. Deməli, B düzdür, C düzdür. Buxarlanmanın miqdarı azdır. Torpağı az məhsuldardır. S, D. Bir də ki, pastat və qərb çöləkləri bu enişlərdən, tropiklərdən başlayır, düzdür. S, D, E. Deməli, bu da onun xüsusiyyətləri. Deməli, ikinciyə də aid oldu S, D, E. Deməli, 1-ə 1, 3, 4, ikinciyə də S, D, E cavab oldu A bəndi. Ümumi günəş radiasiyasının 40%, yəni 36 kilokalorisi yer səthi tərəfindən udulmuşdur. 40% udulubsa, deməli, 60%-i əks olunub. 40% udulan var. Müvafiq olur, ümumi və əks olunan radiasiyanın kəmiyyətini hesablayın. Tənasüblər, belə bu məsələlərin hamısı tənasüblərdə olunur. 40%, 36-sı, 100% nə gəlirsə, bu olacaq ümumi radiasiya. Tənasüb qurulur, 40% 36 kilokalordur, 100% x-dir, x bərabərdir. 136-ya vuracaq eləyəcək, 3640-a bölünəcək 90 kilokalori. Deməli, ümumi radiasiyanın miqdarı oldu burada 90 kilokalori. Ümumi radiasiya oldu 90 kilokalori. 36-sı bunun udulubsa, 90 çıxısın 36, 54 də deməli, əks olunub. 90 çıxısın 36 bərabərdə əks olunan deyil bizdə. O deyil 54 kilokalori. Deməli, cavab olacaq 90 kilokalori və 54 kilokalori. Cavab olacaq D bəndi. Ümumi günəş radiasiyası
kilokalori santimetr kvadrat bölünsün ili. Yani 40 faizi yer səthindən əks olunmuşdur. Müvafiq ümumi və uddan radiasiyanın miqdarı isə burada uddanı hesablayacaq. Yenə də adi qayda tənasüb qurulur. 40 faizi 80'dir, 100'ü də x-dir. 40 faizi 80, 100'ü də x-dir. 4'e 8 ise aydın ki 100'e de 200 düşecek. X beraberdir. 100 burasın 80 bölünsün 40 200 kalori. Deməli ümumi radiasiyanın miqdarı 200 kilokaloridir. 200 kaloride D-də var, E-də var. Şimdi bunun ümumisi 200'ü tapdıq. Udlanı 200'ün 80 əks olunubsa 200 çıxılsın 80 eləyəcək 100 kaloride deməli udlandı. Deməli düzgün cavab 200 kilokalori ümumi radiasiyadır. 120 kilokaloride udlan radiyası. Cevap oldu Y-bəndi. Ərazidə ümumi günəş şəraitinin 30% və ya 45 kilokalorisi düz radiasiyanın payına düşür. Deməli 30% düzdürsə 70% səpələnəndir. Əgər 70% səpələnənsə deməli bura tutqun buludur, rütubətli yerdir. Bunu nəzərimizdə saxlayaq, tutqun rütubətli yerdir. 30% uddur, 70%'i 30%'i düzdür, 70%'i səpələnəndir. Bundan bildik. Bu ərazi üçün səciyyə və əlamətləri müəyyən. Birincisi səpələnən radiasiya miqdarı 105 kilokalori santimetr kvadratdır. Bunu hesablayacaq. 30%'imiz 45 kilokaloridirsə 100%'imiz girəcək x tənasibi ilə. 30%'imiz 45 kilokalori, 100%'imiz x'dir. X bərabərdir. 100'ü 45'e vurub 30'a bölündüyəcək 150 kilokalori. Deməli ümumi radiasiya elədi 150. 150'nin 45'i düzdürsə 150'den 45'i çıxacaq. 105'i də udmandır. Səpələnəndir. Səpələnən radiasiya 105, 30, 45 kilokalori düzdürsə, deməli 105 kilokalori da səpələnən radiasiyadır ki, birinci cavabda səpələnən radiasiya miqdarı 105 kilokalori santimetr kvadratdır. Bu deməli bir doğrudur. Quru çay dərilər geniş gəlmişdir. Rütubətli yerdə quru çay dərilər çox olmaz. Havanın qalxan hərəkəti baş verir. Səpələnən radiasiya çoxdursa, deməli havanın qalxan hərəkəti düzgündür. Fizik aşınma üstünü təşkil edir. Tutqun buludlu havada fizik aşınma çox olmaz, çox qızıb, çox soyumayacaq. Səpdir. Qərb şeylərinin təsirinə məruz qalır. Bura qərb şeylərinin təsirinə məruz qalmır. Qərb şeylər tropiklərdən mülayim əsəndir. Bu materik daxil də ola bilər. Bu şərt dögür. Buludluq və rütubətlik yüksəkdir, doğrudur. 6. Qərb şeylərinin təsirinə məruz qalır, mülayim enişlər üçün səciyyəvidir. Mülayim enişlərdə də belə bir hava var. Amma materik daxili mövqü olanda bu özünü doğrultmayacaq. Düzgün cavab oldu 1, 3, 6. Ərazidə ümumi günəş radiasının 75% və ya 165 kilokalorisi santimetr kvadrat il ərzində düz radiasiyanın payına düşür. Bu ərazi üçün səciyyə və əlamətləri müəyyən. Ümumi radiasiyanın 75% düz radiasiyadırsa, cəmi cümlədən 25% burada səpələnən radiyası var. Düz radiyasiya üstündürsə, düz radiyasiya üstündür tropiklərdə, bir də qütblərdə. Düz radiyasiya üstündür 165 kilokaloridir. Deməli, bu illici 2 il ərzində 75% 165 ise 100% yiyecek bunun 210 kilokalori. Deməli isti yerlər üçündür bunlar. Daha doğrusu tropik səhərlər üçün xarakteristikdir. İndi bu yerlər üçün xarakteristik xüsusiyyətlərə baxaq. Kimyəvi üzbaşınma üstün olmayacaq o ki su yoxdur. İsti quru yerlərdir. İki aqronom ehtiyatları imkanları çox məhduddur. Su gətirəndən sonra burada hər şey isti boldur. Hər şeyi yetişdirmək mümkündür. O görə də çox məhduddur. Səpdir. Səpələnən radiasiya miqdarı 55 kilokalori bölünsün santimetr kvadrat il ərzində. Bunu hesablayaq. Deməli, əvvəla %75'i çıxanda eləyəcək 25%. Bunun bizdə səpələnən radiasiya deyir. Səpələnən radiasiya 55 kilokalori dediyinə görə %75 çıxa alacaq 25. İndi məsələnin şərtində deyir ki, 75% 165'dir. 75% 165'dir, 25% x'dir. 25%'də
edəcək. X bərabər 25 bölünsün 165 bölünsün 75, 55 kilokalori. Yəni 3 doğrudur. Səpənin ərazisi miqdarı 55 kilokalori bölünsün santimetr kvadrat bölünsün il. Cavabı doğrudur. Üçüncü cavab. 3 doğrudur. Havanın enen hərəkəti baş verir. Burada enen hava qızır, quruyur, o halde yağıntı düşmür. 4'te düzdür. İleride gece gündüz uzunluğu kəskin dəyişir. Tropiklərdə ileride gece gündüz uzunluğu az dəyişir. Səpti, sukarlık temperatürü yüksəkdir. Havası açıq, aydın, quru, şəffafdır. Gündüz yüksək dərəcədə qızır, gecədə kəskin şəkildə soyuyur. 6 da doğrudur. Demək düzgün cavab oldu. 3, 4, 6. Albedonun da yüksek olduğu coğrafi enişler için səciyyəvi olmayan əlamətlər. Səciyyəvi olmayanlar. Albedo daha yüksekdir qütblərdə. Qütblər üçün səciyyəvi olmayan əlamətlər. Fəsillər ilərisində aydın müşahidə olunur. Qütblərdə il boyu qışdır, fəsil yoxdur. Fəsillər daha aydın müşahidə olunmur. Bir səciyyəvi olmayan cəhətdir, götürəcək. İki yüksək coğrafi enişlərə aiddir. Bunlar 70, 80, 90 enişlərdir. Bu doğrudur, səciyyəvidir, bunu götürməyəcək. 3. Aqronom ehtiyatlarla yaxşı təmin olunmuş. Burada aqronom ehtiyatları çox soyuqdur. Aqronom ehtiyatları ilə çox zəif təmin olunub. Səciyyəvi olmayandır, götürəcək. Havanın su buxarı saxlama qabiliyyəti aşağıdır. Soyuq hava özündə su buxarı saxlamır. Hava qızdıqca özündə daha çox su buxarı saxlaya bilir. Bu da səciyyəvi cəhətdir, bizə lazım deyil. Qalxan hava axınları üstünü təşkil edir. Qütblərdə qalxan hava yox, enen hava hakimdir. Bunu da götürücü, bu da səciyyəvi deyil. Qütb cizgiləri müşahidə olunur, səciyyəvi xüsusiyyətdir. Deməli, səciyyəvi olmayanlar oldu. 1, 3, 5. Uyğunluq və düz radiasiya, səpələnən radiasiya. Sutkar temperaturun kiçik olan səpələnən radiasiya. A gəldi 2-yə. 20-30 dərəcə şimal enişlər arasında müşahidə olunan bu düz radiasiyadır tropiklərdə. B gələcək 1-ə. Sutkar temperaturun yüksək olan yenidir düz radiasiyadır. C gələcək 1-ə. 0-10 dərəcə enişlərdə formalaşır ekvatorda. Bu səpələnən radiasiya. D gələcək 2-yə. Yağıntı miqdarı çoxdur, yağıntı miqdarı çoxdur, səpələnən radiasiya. Y gələcək 2-yə. Deməli, 1-ə aiddir BC ya BC, 2-yə aiddir A, D, bir də E. Uyğunluğu müəyyən ümumi radiasiyanın sərf olunması. İndi görək hansına aiddir. Səhra yarımçəri üçün səhralar 40%-in geri qaytarır. Deməli, A aid olacaq 2-yə. Aid olacaq 2-yə. Qum daşlarından ibarət səthlər üçün səhrada qum daşdır. B də aid olacaq 2-yə. 40%-in geri qaytarır. Dəniz və okeanlar üçün səciyyəvi olan dəniz və okeanlar 95% dəniz və okeanlar üçün səciyyəvi olan istihdamı çox olanlar 15%-in geri qaytarır. 85%-in olur. Yəni, C aid olacaq 3-ə. Buludluğun çox olduğu ərazilər üçün bulud çox olan yerlərdə, bol rütubətli yerlərdə, deməli, burada bol rütubətli yerlərlə aid burada göstərici yoxdur. Artıq bu səhərlər üçün xarakterik olan da ki, 1-dir. 95%-in geri qaytarır. Y aid olacaq 1-ə. D heç birinin aid olmadı. Buludluğun çox olduğu ərazilərdə müxtəlif göstəricilər ola bilər. O görə 1-ə gəldi E, 2-yə gəldi A, B, 3-ə də gəldi C. Uyğunluq müəyyən ümumi günəş radiasiyasının sərf olunması. Deməli, tropik enişlərin səhra yarımçələr üçün səciyyəvi tropik enişlərdə səhra qum 40%-in əks etdirir, 60%-in odur. A aid olacaq 2-yə. Okean, dəniz və körfəzlərdə müşahidə olunan okean, dəniz, körfəzlər 15%-in əks etdirir, 85%-in odur. B aid olacaq 3-ə. İstitütmü daha çox olan səthlər üçün xarakterik. İstitütmü ən çox olan maddə kainatda sudur. Su da okean, dəniz, körfəzlərə uyğun gəlir. Bu da deməli 85%-in udulduğu, 15%-in əks olunduğu 3-ə aiddir bu da. İstitütmü daha az olan səthlər, istitütmü ən az olan qardır. Ağ örtükdür. Ağ örtükdə 95%-in əks etdirir, cəmi 5%-in udur. Deməli, D aid olacaq 1-ə. Buludluğun daha çox olduğu
Buludluğun çox olduğu ərazilərdə müşahidə olunur. Bu heç birinə aid deyil. Deməli, uşaq 29 testin təhlili bu qədər. Bir eddiyi 2-yə B-si aiddir. Təhlil bu qədər.